Ermənistan Silahlı Qüvvələrinin döyüş hazırlığı vəziyyətinə gətirilir. Bununla bağlı Ermənistanda iddialar artıb. Rəsmi İrəvan yayılan iddialara təkzib etsə, son günlər qarşı tərəfin bölmələrimizi mütəmadi olaraq atəşə tutması, mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirməsi kimi faktlar var. Azərbaycan Müdafiə Nazirliyi də orduya hər an istənilən təxribata qarşı çevik reaksiya vermək üçün konkret tapşırıqlar verib. Bəs əslində sərhəddə nələr baş verir və bütün bunlar hansı nəticələrə gətirib çıxara bilər? Ermənistanla Azərbaycanın şərti sərhəddində atəş səsləri eşidilir. Ermənistanda revanşist qüvvələrin bu iddiaları mətbuatda geniş müzakirələrə səbəb olub. Ölkənin iqtidar yönlü mediası isə məlumatları təqzib edir. Siyasi şərhçilər Ermənistanın silahlı qüvvələrinin davamlı surətdə təxribatla məşğul olmasını, rəsmi İrəvan yaxud onun havadarlarının Azərbaycanı bu yolla təxribata təhrik etmələri ilə əlaqələndirirlər. İstəyirlər ki, Azərbaycan bu istiqamətdə hər hansı hərbi əməliyyatlar keçirsin və bu bölgədə Azərbaycan razılığı olmadan yerləşdirilən Avropa İttifaqı mülki müşahidə missiyası da dünyaya Azərbaycanın atəşkəsi pozmasına dair hara həşir salsın. Xatırlatmaq yerinə düşər ki, ötən gün Azərbaycanın Müdafiə Naziri Zakir Əsənovun rəhbərliyi ilə xidməti müşavirədə də sərhəddəki vəziyyətə diqqət çəkilib. Müdafiə Nazirliyinin məlumatına görə müşavirədə Azərbaycan-Ermənistan şərti sərhəddində mövcud əməliyyat şəraiti, o cümlədən son günlər qarşı tərəfin bölmələrimizi mütəmadi olaraq atəşə tutması, mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirmə cəhdləri geniş müzakirə edilib. Zakir Əsənov Azərbaycan ordusu bölmələrinin hər an istənilən təxribata qarşı çevik reaksiya verməyə hazır olması barədə aidiyyatı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub. Döyüş növbətçiliyinin təşkili zamanı ayıq-sayıqlığın artırılmasının vacibliyini vurğulayıb. Eyni zamanda Azərbaycan diplomatiyası da Ermənistanın sülhə qarşı fəaliyyətini ifşa etməlidir. Bunun üçün müxtəlif beynəlxalq təşkilatlara müraciətlər və eyni zamanda dost, tərəfdaş, müttəfiq dövlətlərin də məlumatlandırılması və müxtəlif məsləhətləşmələrin keçirilməsi mütləq xarakter daşıyır. Politoloqlar onu da deyirlər ki, rəsmi İrəvan da məhz sülh yönündə diqqətini formalaşdırmalıdır. Bu da Minsk qrupunun buraxılması, Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsi ilə bağlıdır. Əks təqdirdə bütün bu prosesi rəsmi Bakı sülhdən yayınma kimi qəbul edəcək.